Bizim Planet Partimiz Baku ölkə daxilində baş verən bütün problemləri göstərirdi və onların bir neçəsində ümumilli lider şəxsən iştirak edib və onları bəyənirdi. Amma buna baxmayaraq bir neçə özünü nə bilim ağıllı hesab edən adamlar istədilər bizim o kişi ilə aramızı vursunlar. Hətta elələri vardı ki, siz müxalif yönümlü fikirlər səsləndirirsiniz, siz dövlət əleyhinə şüarlar səsləndirirsiniz və s. Amma başa düşmürdülər ki, bizim ölkəni bugünə qədər əskəri olduğumuz ölkəni o qədər sevirik ki, ölkə daxilindəki problemləri göstərir ki, bunlar aradan qalxsın. Və məhz bu mövzuda da ümumilli lider həmin görüşdə dedi ki, sizin göstərdiyiniz mövzular bizim ölkə üçün çox böyük fayda gətirir. Və o inzibati üsullardan da danışdı ki, bəli, dedi ki, çoxları elə bilir ki, bu nöqsanları ancaq inzibati yolla qaldırmaq olar. Bəli.